Mən bir xəbərlə və bir xoşuma gəlməyən və məni də dünəndən bəri sarsıdan bir video ilə davam etmək istəyirəm. Demək, şəhid plakatına hörmətsizlik etdiyinə görə şəhid anası bir şəxsi cəzalandırmaq istəyib. Nəinki cəzalandırmaq istəyib, onu döyüb və onun döyüldüyü zaman videosunu çəkib və onu yayıb. İlk saniyəsindən etibarən izləyək, izləməyənlər bilsinlər. Mənim də bu mövzu ilə bağlı öz fikirlərim olacaq, dəyərli izləyicilər. Boyara kızları, kavra. Yana pok yemişim. Galat vermişim. Neslimle, kökümle. Akşamı. Senden ben keşmiyorsun. Bu kuraş değil. Alça, buraya al. Uğraşma. Yok eleme. Neslimle, ölümle, bilimle, yalanla. Səsini unutmuşdum, dəyərli izləyicilər. Dünən izləyəndə unutmuşdum ki, ciddi söyüşlər var orada. Sizə rəva bilmirəm sabah-sabah. Elə görüntülərə baxsaz, o söyüşləri təsəvvür etsəz, mən sizə deyə bilərəm ki, əslində nələr baş verib. Əslində o, bax, bu o deyil, bu hərəkət deyil, bu cəzalandırma deyil. Hə, nə edib həmin şəxs dediyinə görə gecə saat, bir gecə əvvəl, gecə saatlarında həmin o şəhid plakatının yanında belə deyək də təbii ehtiyacını ödəyib. Yəni sərxoş vəziyyətdə olduğunu deyib, sonradan üzr istəyib, amma bu şəhid anasını onu cəzalandırmaqdan çəkindirməyib. Şəhid adı müqəddəsdir. Şəhid anaları başımızın tacıdır. Çünki onlar bu övlada, bu ölkəyə bu cür övladlar qazandırıblar, bu cür vətəni qoruyan, onu qanı hesabına, canı hesabına qoruyan oğulları qazandırıblar. Onların ağrısını da mən anlayıram, onların acısını da mən anlayıram. Uşağı üçün, övladı üçün, o övlad onun adı, hər şey onun üçün müqəddəsdir. Bura qədər mən hamısını anlayıram. Çünki övladının adının olduğu plakatın yanında bu hərəkətin edilməsi onun qüruruna, qəlbinə, heysiyyatına toxunmuşdur və əminəm ki, toxunmuşdur. Hər bir şəhid anasında qəlbinə toxunmuş ola bilər. Amma mən sizdən soruşmaq istəyirəm, dəyərli izləyicilər, bu davranış adekvatdırmı? Bu cəzalandırma mexanizmi, belə demək mümkünsə, adekvatdırmı? Ümumiyyətlə, şəhid ailəsi və şəhid anası statusu axı kimisə bu cür, belə deyək, bu formada təhqir edib, döyüb, çəkib, yaymaq və arxasınca da, yəni bu video davam edir. Mən yenə də deyirəm ki, orada o qədər çox söyüşlər var. Siz təsəvvür bilməyənlər, izləməyənlər bilməzlər ki, vəziyyət nə qədər orada alçaldıcı və aşağılayıcı olub. Yəni, onun etdiyi bir səhvdir, çox böyük bir səhvdir həmin o şəxsin etdiyi, amma yenə də boynuna alır ki, mən içkili vəziyyətdəydim. Yenə də boynuna alır ki, vallah bilmək, özrünü də istəyir. Əslində bir üzrxahlılıqla kifayətlənmək olardı deyə düşünürəm. Mən əminəm ki, yəni həmin o oğul, hansı ki, vətən uğrunda canından, qanından keçib, o anasını bu vəziyyətdə görmək istəməzdi. O anasının dilindən bu cür sözlərin başqa bir kişinin ünvanına səsləndirilib də, onun döyülüb də, onun çəkilib də yayılmasını istəməzdi, arzulamazdı. Yəni, bir ana bütün ağrısını, aradan da keçən bu illəri nəzərə alsaq, bütün ağrısını, acısını və s. bu formada biruzə verməsəydi daha yaxşı olardı. Yəni deyirəm, şəhid anaları başımızın tacıdır. Şəhidlərin adı, yenə də deyirəm, başımızın tacıdır. Amma belə mənzərələr üçün yox. Amma belə cəzalandırma üsulları üçün yox. Yəni şəhid anasından sadəcə onun üzr istəməsi, bax bu deyil axı. Şəhid anası bu olmamalıdır. Bax, o adam düzdür, indi yalvarır, yaxarır ki, yəni sən Allah çəkməyin, xahiş edirəm çəkməyin, lütfən çəkməyin və s. Amma əvvəldən də bilirmiş ki, onu cəzalandıracaqlar. Bu formada, yəni o qəsdən, bilərəkdən və yaxud da ki, hansısa formada əxlaqsızlıq etsə, deyərik ki, hə, adam boynuna alıb üzr istəyir və deyir ki, mən o vəziyyətdə idim ki, yəni özümü bilmirdim, o saatda idim, mən harda olduğumu bilmirdim, təbii ehtiyacımı orada ödədim və s. Deyirsə bunu, məncə, yəni həmin anda bir böyüklük göstərib, çünki o şəhidin adının böyüklüyünə də nəzərə alıb, böyüklük göstərib də o adamı buraxmaq lazım və bağışlamaq lazımdır. Bir üzrxahlıq yetərdi. Gerçəkdən də ürəyin soyuması üçün bir üzrxahlıq. Mən üzr istəyirəm, səhv etmişəm, bir daha etməyəcəm. İçkili vəziyyətdə olmuşam. Bu mənim ən böyük səhvimdir. Şəhidimizin ruhu qarşısında baş əyirəm deyib də, yəni bu prosesi onun bu video müraciəti ilə yekunlaşdırmaq olardı deyə düşünürəm. Dünən mən bu videoya baxdım və gerçəkdən də sarsıldım. Əminəm ki, bunu izləyən bütün ilk saniyəsindən etibarən səsli şəkildə izləyənlərin hamısı da bunu eyni hissləri keçiriblər. Mən belə düşünürəm. Amma siz də fikirlərinizi yazın. Bəlkə mənimlə eyni fikirdə deyilsiniz və siz düşünürsünüz ki, elə o formada da bu şəxs cəzalandırılmalı idi, döyülməli idi, təhqir olunmalı idi, çəkilməli idi, yayılmalı idi. Bunu düşünənlər varsa lütfən onlar da öz şərhlərini yazsınlar. Mən isə hesab edirəm ki, şəhidlər başımızın tacı, şəhid analar da başımızın tacıdır. Onları bu cür görmək istəmirik biz. Şəhid analarını bu cür görmək istəmirik. Onlar çünki çox uca mərtəbədədirlər.
Cənnət onsuz da ayaqlarının altındadır bütün anaların və düşünün ki, sən bir şəhid anasısansa, xüsusən də yəni cənnətin ən yüksək pilləsindəsən. Bütün ölkə kimliyindən asılı olmayaraq məmə deyəndən pəpə deyənə qədər səni başının tacı hesab edir. Baş tacı başda olmalıdır. Baş tacı o qədər yüksəkdə olmalıdır ki, yəni ona heç bir zərrə qədər toz da dəyməsin. O onun səhvidir. Bu ölkədə heç kəs bilməyəcəkdi ki, o elə bir hərəkət edib. Amma artıq hər kəs bildi və heç də xoşa gəlməyən bir belə səhnəciklə səhnə ilə biz bunu görmüş olduq. Şəhidlərimizin adı ucadır. Şəhid müqəddəsdir və şəhid anasının bu etdiyi demək addımı onun ürək ağrısından əlaqələndirib, ürək ağrısına bağlayıb keçmək istəyirəm, amma ümid edirəm ki, bir daha belə mənzərələr, belə demək səhnələr təkrarlanmaz dəyərli izləyicilər.